Doktor, yumurtalama baş verib vermədiyini necə bilmək olar? Yumurtalama, yəni ovulyasiya adətən ayda bir dəfə, aybaş siklin ortasında baş verir. Bunu bilmək üçün həm ev şəraitində bəzi əlamətlərə baxmaq, eyni zamanda test etmək və ultrasəs müayinəsindən istifadə etmək olar. Bəs hansı əlamətlərə fikir vermək lazımdır? Ovulyasiyaya yaxın ifrazatın artması, onun dartılan şəkildə olması, cinsi istəyin artması və sairə kimi əlamətlər ovulyasiyanın göstəricisidir. Bədən temperaturuna baxmaq kömək edir. Bəli, bədən temperaturuna baxmaq kömək edir, ancaq hər gün eyni saatda temperatur ölçülməlidir. Belə ki, ovulyasiyadan sonra temperatur 0,3-0,5 dərəcə Selsi artır. Ancaq bu səbr tələb edir və disiplin tələb edir. Evdə edilən yumurtalama testləri etibarlıdırmı? Bəli, evdə edilən yumurtalama testləri, yəni ovulyasiya testləri LH adlanan, yəni üteylləşdirici hormonun sidikdə qalxmasına əsaslanır. Bu hormon isə ovulyasiyadan 24-36 saat əvvəl sidikdə artır. Dəqiqdir, lakin bir neçə gün ardıcıl olaraq test etmək lazımdır. Hər qadında yumurtalama hər ay olurmu? Xeyr, hər ay yumurtalama hər qadında olmur. Xüsusən stress, hormonal disbalans, bəzi patologiyalar yumurtalamanın qarşısını ala bilər. Yəni ovulyasiya olmur və biz bu sikllərə anovulator sikllər deyirik. Bəs ən dəqiq üsul hansıdır? Yəni mən necə əmin olum ki, yumurtalama olub ya da olmayıb? Ən dəqiq üsul ultrasəs müayinəsidir. Yəni biz həm follikulun yetişməsini və follikulun partlamasını ultrasəs müayinəsi ilə müəyyənləşdirə bilirik. 200 gündən bir intervalla sizi ultrasəs müayinəsinə dəvət edirik və bu zaman dəqiq sizə ovulyasiyanın olub-olmaması haqqında məlumat verə bilirik.